Azərbaycan Mərkəzi Bankının hesabatı. Dünyada ət bahalaşıb. 2026-cı ilin ilk yarısında dünya bazarında ətin qiyməti bahalaşıb. Media TV Azmedia qrupu xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının pul siyasəti icmalı avqust 2026 hesabatında məlumat verilib. Hesabata əsasən 2026-cı ilin ilk 6 ayında ət qiymətləri indeksi 5% artıb. Bahalaşma əsasən quş əti və xırdabuynuzlu heyvan ətinin qiymətlərinin yüksəlməsi ilə əlaqədar olub. Qlobal tələbin artması və ixrac imkanlarının məhdudlaşması həmin məhsulların qiymətlərinə təsir göstərib. Qeyd edək ki, 2026-cı ilin ilk yarısında qlobal ərzaq bazarında qiymətlər ümumilikdə yüksəlib. Enerji qiymətlərinin artması ərzaq məhsullarının emalı və daşınması xərclərini artıraraq qiymətlərə əlavə təzyiq yaradıb. BVF-in açıqladığı Kənd Təsərrüfatı Qiyməti İndeksi ilin ilk ayında 2,5%, FAO-nun taxıl qiymətləri indeksi isə 2,8% yüksəlib. Ümumilikdə FAO-nun ərzaq qiymətləri indeksi iyun ayında 2025-ci ilin sonu ilə müqayisədə 4,7% artıb.